Salam olsun hidayətə tabi olanlara, əziz müsəlmanlar, gözəl dostlar. Allahımız Quranda Ayət-əl Kürsüdə bildirir ki, insan Allahın onun nazil edəcəyi, elmdən verəcəyi, elmdən başqa heç nəyi, heç bir, yəni bir şey belə mənasını deyir ki, kəşf edə bilməz də. İnsan belədir ki, məsəl üçün bunu yaradıb. Bu, məsəl üçün stres çıxartmaq üçün deyirlər. Şariklərdir, ələ dəydikcə sanki adama xoş gəlir. Adamdan elə bir pis bir şeylər, yəni indi bu halda, bu dəqiqə məndə bu edəndə keylik çıxdı elə bil ki, adama deyirlər stresdə kömək edir, ancaq yox, stres adamda gərginlik olanda da elə belə, məsələn, keyləşmə olanda da kömək edir. İndi bu gərginlik və keyləşmənin növləri var. Mən deyim ki, keyləşmə ilə bağlı danışım. Gərginliklə bağlı inşallah yenə YouTube kanalımda var. Burada da çəkib qoyaram. Deməli, mən məsəl üçün namaz qılanda son vaxtlar elə oluram. Bir-iki ildir. Mən namaza başlayıram, Allah əkbər, Allah tək böyükdür deyib, dalında, yəni namaza riayət etdikdə elə bir ki, keyləşirəm. Yəni ki, əslində namazı bilirəm, namaz qıram, nə etdiyimin fərqində oluram, ancaq gözəl qıla bilmirəm. Yəni ki, elə sanki qıraqdan baxan elə bilər ki, mən istirahət edirəm. Mən namazı qılıb bir-iki rəkətdən sonra bəzən də axıra çatıb qutaranda bu hal məndən keçir. Başqa vaxtlarda, məsələn, insanda ola bilər, olur, hər kəssə, məsələn, uzanırsan, yuxuya da getməmsən, yaxud oturmuşsan söykənli vəziyyətdə, yuxuya da getməmsən, ancaq key kimi bir adamda hal olur, adam durub nəsə etmək iqtidarında olmur. Bəli, Allahımız bizi şeytanlardan qorusun. Cin şeytanlar, insan şeytanlar mənfi enerjidir. Ancaq bu, məndə namazda müsbət bir enerjidən olur. Bu, hərdən fikirləşirəm ki, bundan sonra bir video qoyacam. Siz özünüz də rast gəlmişsiniz yəqin. Yəni, sözsüz ki, rast gəlmişsiniz. Adi insanların, ancaq qeyri-adi insanların, belə deyək, cinlərin iradəsi ilə nələr etdiyinin, nələrisə nümayiş elətdirdiklərinin şahidi oluruq. Məsəl üçün, indi çəkib qoyaram onu, amma birini də bayaq gördüm, mat qalıram valla. İnsandır, küçədə belə, elə, yəni, sehirdir də, yəni, nədir bu, cinlər edir də, yəqin ki, nəmiyə onlar özlərinin də qeyri-adilikləri olur, ancaq çox şey cinlər edir. Qoyacam o videolardan birini qoyacam, bundan sonra bu yəni TikTokda, YouTube'a da yükləyib bunu orada qoyaram. Bəli, YouTube'da Əhmədova Sevincisi mənim kanalım. Allah bizə iradə verib, iradə azadlığı verib və bizim üçün peyğəmbərlər hər bir ümmətə, insanın yaradılışından son qiyamət gününə qədər hər bir insan üçün Allahımız o dövrlər üçün, yəni peyğəmbərlər göndərib və bunu ona görə edib ki, peyğəmbərlərə kitab nazil edib, onu kitabın vasitəsilə biz peyğəmbərlərin yolunu tutub cənnətdə keyf etməyə meyilli olaq, nail olaq deyə edib. Ancaq biz ya qismət, sonra ya nəsib deyib çağırırıq və deyirik ki, sən saydığını say, gör fələk nə sayır.
Yəni belə alın yazısı falan deməklə insanları ruhdan salırıq. İraq olsun məndən elə əvvəl eləydim, bilmirdim. Quranı oxuyandan sonra gördüm ki, yox elə deyil. Yəni ya qismət, ya nəsib deyib fələyə bağlamaq yox. Yəni ya Allah deyib Allahdan istəmək lazımdır. Allahla özünün arasına kiminsə nəyisə qoyduqda isə bu şirkdir və şirk bütün yaxşı əməlləri silib aparır. Ya Allah deyib çağırmaq lazımdır. Qalan ya kim, ya nə dedikdə bu şirkdir. Məsəl üçün fələk bilirik ki, qismət nədir? Yaxşı, nəsib qismət nədir? Əvvəl onu deyək. Nəsib qismət odur ki, burada qismət adında kanalda var. Mən öz fikrimi bildirmişəm. Qismət odur ki, bizim iradəmizlə tərcih etdiklərimiz. Bəs sən saydığını say, gör fələk nə sayır dedikdə bu düzgündürmü? Məsələn, fələk sözünün mənasına varanda o əsasən göy, səma, asiman, dövr edən orbit və tale, qismət mənalarında cəmaət başa düşür. Fələk yəni o deməkdir, izahlı lüğətdə. Bunların bu tamamilə səhvdir. Yəni sən bu fikir də büsbütün bərbaddır ki, sən özün üçün nə təqdir etsən də, onsuz da Allahın istədiyi kimi, yəni onun əvvəldən təqdir etdiyi kimi olacaqdır deyirlər. Ancaq bu səhvdir. Çünki Allah bizim üçün əvvəldən təqdir etdiyi odur ki, insanı necə sağlam yaradır. Onun gözəl Allahımız bizim fitrətimizə uyğun yaradıb bizi. Fitrətə dönmək necə olur? İslamı yaşamaqla. Hər bir insan nə edəcəksə, bütün insanlar nə edəcəksə, yaxşı yaxud pislər siccində, yaxşı şeylər, əməllərsə illündə yazılıbdır. Bunlar Allah dərgahında qorunub saxlanan kitablardır və insanın öz alnına nəsə yazılmıyor ki, iminə bu adam gedib bu şey edəcək. Qismət adında burada bayaq dediyim kimi çəkilişim var. Onu, yəni özüm çəkdiyim çəkiliş, yəni çəkiliş adlanırdı. Sevinirəm valla, müsəlmanlar bir yerdə öz fikirlərini, mən əsasən elə şeylərə baxıram, müsəlmanların fikirlərinə. Çünki Qurana istinad etmədən yaşamaq istəmirəm. İnşallah cihadımızda davamlı olaq, malımızla, canımızla və bilək ki, insan bilirik ki, bu 3 dənə mötəzələni qoydum və haşiyə deyim ki, deyirlər ki, insan nəsə deyəndə, alimlər deyir, həqiqətən mən də müşahidə eləmişəm, insan nəsə dediyindən 30 saniyə sonra yazmışlar, amma mən bir qədər tez yaxud 30 saniyə çox gecdi, o qədərə çəkir bəzən bəlkə də ki, insan dediyini, nə dediyini anlayır. Özü, məsəl üçün, mən indi nə deyirəm, deyəndən sonra, indi mən dərk elədim ki, dedim, bir qədər keçdi, bir neçə saniyə sonra fikirləşdim ki, mən nəsə deyirəm, dedim. Yəni ki, insan özünü, insan danışır, hərəkət edir, hər bir şey tam öyrənilməyib. Niyə belə olur? Bəs məncə insan özünü necə qurursa, saat kimi necə qurursa elə də gedir. Onları da üzə çıxarır. Söz deyəndə, yəni belədir valla, yəni ki, hər kəsdə belədir. İnsan nə çəkir, görsən ki, əzab yaxud sevinç hisslərində, onu da deyəndə insan o, yəni biruzə verəndə hansısa sözlə o sözü dediyindən bir neçə saniyə sonra anlayır ki, nə deyib.
Bəli, həyat sirlidir, Allahımız gözəl yaradıb. Ancaq unutmayaq ki, Allahımız buyurur ki, Quranda, ürəyinizdə olanları zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona uyğun sizinlə haqq hesab çəkəcək. Bəli, bu belədir. Sağ olun. Allah amanında, Allah amanında, Allah amanında. Hələlik. 3 dəfə niyə dedim? Atalar 3 dən deyirlər. Mən ona görə yox. Amma yəni biraz şey kimi idim. Yəni ki, fikirləşirdim ki, demək istəyirəm sözümü, konspektdə burada yazmışdım. Amma ki, insan yəni nə deyəcəyini çox vaxt keyləşir, qəşəng-qəşəng deyə bilmir. İnsan keyləşir. Məsəl üçün, mən namaz qılanda birinci rəkətə başlayandan bir-iki rəkət sonra ya da axıra qədər elə bir hal aparır. Elə ki, nə dediyimi bilirəmsə də, bəzən də belə yuxulu kimi, sanki dincəlirəm. Daha doğrusu da sanki dincəlirəm kimi, namazı qutaran kimi, yaxud bir-iki rəkətdən sonra əsasən qutaran kimi bu keçib gedir. Sirli dünyadır. Mən videonu qoyacağam, o cinlər nə edir? Mənimki amma cinlə bağlı deyil, düzdür. Cinlər də insanlara hökm edir, amma Allahımız buyurur kimə hökm edir? Cinlər Allahın zikrindən yayınan, yəni zikir Qurandır. Quran bir adı zikirdir və yalan danışan günahkar adamlara şeytanlar urcaq olur, hökm edir və onu da deyim, yəni inanın ki, Allahımız Quranda buyurur axı ki, elə adamlar var ki, mən bayaq dedim Allah nə buyurur, yəni cinlərin hökm elədiyi, nazil olduğu, urcaq olduğu insanlar var. Mən də deyirəm ki, bilirəm onu dəqiq ki, insan bir pis sözü bəzən dedikdə, bilməyərək dedikdə, yəni deyir, sonra deyir, nətər oldu dedim, bu mən necə olur, mən heç demək istəməzdim filan. Bilərək acıq çıxmaq üçün, qisas üçün nə hansısa sözlər, pis sözlər işlədirsə, bu bambaşqa. Ancaq insan bəzən istəmədiyi halda ağzından sözlər çıxır, pis-pis səslər çıxır. Bunlar cinlərin təsiridir. İnsan özü demir, yəni cinlər ona hökm edir, dedizdirir. İnan ki, cin danışır bəzən insanın ağzı ilə. Elə var və yenə də Quran gözəldir. Quranla qurtarım sözümü. Allahımız buyurur ki, gözəl sözləri ucaldan gözəl əməllərdir. Razı qaldınızmı bu çəkilişimdən? Ya qismət deməyək, ya nəsib deməyək, ya İmam Hüseyin deməyək, ya Allah deyək. Ləbbeyk ya Allah. Allahdan başqaları bizi eşitmirlər. Allah da hər zaman bizi eşidən, hər zaman. Hələlik.